vaxtınız xeyir. Bu gün sizlə birlikdə major səhmlərin və kriptonun texniki analizinə baxacağıq. Demək olaraq Bitcoin qrafikindən başlamaq istəyirəm ilk olaraq. Bitcoin-də gördüyümüz nüans nədir? Demək, burada yeni bir dip gətirib, dipdən sonra high gətirib və düzəltməsini verib, yeni bir high bölgəsi gətirib və hal-hazırda yeni bir dipdədir. Əgər yeni bir high gətirə bilməsə, daha aşağı bölgələrə gedəcək. Gəlin indi o ümumi olaraq dəstəkdirən səviyyələrinə baxaq. Demək, ilk rezonans səviyyəmiz 94.000 səviyyəsi olacaq bizim üçün. Hətta belə göstərsəm daha effektiv olacaq. Yəni 94.000 səviyyəsinin üstünə atmadığı müddətcə Bitcoin-də hələ də görüntü pozitiv deyil. İlkin dəstək səviyyəmiz isə bizim 83.700 bölgələri ilkin dəstək səviyyəmiz olacaq. Burada qırmalı olduğu Bitcoin-in bölgə isə 90.000 səviyyəsidir. Əgər 90.000 səviyyəsinin üstünə ata bilərsə, 94.000 bölgəsinə qədər yüksəliş gözləyə bilər. Atmadığı müddətcə yüksəliş gözləmək o qədər də ağlabatan deyil. Bu yüksəlişlərə aldanmayın. Baxın, burada nə qədər düşür. Yəni çox hal-hazırda manipulyasiya var. Əgər 84 bölgəsi qırılarsa, daha aşağı bölgələrdə dəstək axtaracaq Bitcoin. Bitcoin də görünür budur. Ethereum-a baxmaq istəyirəm. Ethereum-a baxdıqda Ethereum-dan gördük. Ethereum-da düşən trend var idi 4 saatlıqda. Belə baxaq. Yəni düşən trend hal-hazırda qırıldı Ethereum-da. Bu pozitiv bir nişanədir. Eyni zamanda baxsaq dəstəkdirən səviyyələrinə Ethereum üçün. Ethereum üçün ilk rezonans səviyyəmiz bizim olacaq. Demək 3100 bölgələri bizim rezonans səviyyəmiz olacaq Ethereum-da. Hətta biraz daha dəqiq çəksək, yəni bu hissə 3068 bölgələri bizim rezonans səviyyəmizdir. Bizim ilkin dəstək səviyyəmiz isə Ethereum üçün baxa biləcəyimiz bölgə. Bizim baxa biləcəyimiz ilkin dəstək səviyyəsi isə Ethereum-da demək 2772 səviyyəsidir. 2772 səviyyəsinin altına atmadığı müddətcə Ethereum-da görüntü pozitivdir. Əgər 2772-nin altına atarsa, artıq yeni bir dip axtara bilər. Eyni görüntü burada da var. Baxa biləcəyimiz digər kripto səhmi isə MicroStrategy'dir. MicroStrategy'yə baxaq. MicroStrategy'də demək, baxacağımız əsas nüans nədir? Hal-hazırda çox böyük düşüş yaşayırsam, bunda hətta günlük qrafikdə baxsaq daha doğru nəticə alacağıq. Günlük qrafikdə dəstək səviyyəmiz, trend səviyyəmiz artıq 174 səviyyəsi, dəstək səviyyəmiz isə burada keçmiş səviyyələr olan 163 bölgəsi, 155, 163 səviyyələri artıq dəstək səviyyələridir. Əgər bu səviyyələrin altını qırarsa, daha aşağı dəstəklər axtaracaq. 117 səviyyələrinə qədər geri çəkilmə yaşaya bilərik. Daha sonra baxmaq istədiyim səhmlərdən biri Nvidia-dır. Nvidia qrafikinə baxaq. Demək, Nvidia-da hal-hazırda ilkin rezonans səviyyəmiz 182 səviyyəsidir. Dəstək səviyyəmizə baxaq. Dəstək səviyyəmiz hal-hazırda 169 səviyyələri dəstək səviyyəsi olaraq işləyir. Əgər ata bilərsə, 180 səviyyəsinin üstünə yeni pozisiya ala bilərik. 180 səviyyəsini atar, retest eləyər, yeni high-a gedər. Burada da rezonans bölgəmiz keçmiş all time high səviyyəsi olacaq. Bir də burada baxa biləcəyimiz kiçik bir minor rezonans da var. 195 səviyyəsi rezonans bölgələrimiz olacaq. Hal-hazırda gözləmək lazımdır. Yeni alış eləməmək lazımdır. Daha sonra baxacağım səhim Amazon səhminə baxmaq istəyirəm. Amazon'da görüntü necədir baxaq. Demək, Amazon üçün ilkin rezonans səviyyəmiz 236, hətta bunu kvadrat şəklində göstərsək daha uyğun olacaq. 236-239 səviyyəsi rezonans səviyyəmizdir. İlkin dəstək səviyyəmiz Amazon üçün 211 səviyyəsidir. Əgər buradan Amazonda hələ ki pozitiv görüntü görürük, çünki yüksələn təpələr gətirir, yüksələn trenddədir Amazon. Yəni, belə baxa bilərik. Nə qədər doğru oldusa artıq. Yəni, ümumi olaraq yüksək təpələr gətirir. Əgər burada trendə baxsaq, düşən trend var idi, düşən trenddə qırılım var. Əgər düşən trendi qıra bilərsə, Amazon üçün pozitiv görüntü var. 236-ya qədər yüksəliş gözləyə bilərik.
Daha sonra Meta'ya baxmaq istəyirəm. Demək, Meta sərt satışlar yemişdi. Ondan sonra vəziyyətdə toparlanma göstərir. Meta üçün ilkin rezidans səviyyəmizə baxaq. Meta üçün ilkin rezidans səviyyəmiz bizim 705 səviyyələri ilkin rezidans səviyyəmizdir. Və ondan sonra çətinlik yaşaya biləcəyimiz səviyyələr 746 səviyyəsidir. İlkin dəstək səviyyəsi isə Meta üçün 637 səviyyələri dəstək səviyyələri hesab olunur. Metada da hələ ki gözləmə modundayam. Əgər 705-in üstünə atmağı bacararsa yeni alışlar edə bilərik. 637-yə gələrsə yenə də stoplu trade yoxlaya bilərik. Daha sonra Tesla'ya baxmaq istəyirəm. Tesla gördüyünüzdə Tesla all time high elədi. Burada bizim yüksələn trendimiz var. Sildim, yenə bir yerdə seçək. Baxın, burada yüksələn bir trend görürük. Bunu düzəltsək. Eynilə. Burada yüksələn bir trend var. Trendin qırılmadığı müddətcə Tesla'da görüntü pozitivdir. Burada bizim ilkin rezidans səviyyəmiz hal-hazırda bu səviyyənin üstünə ata bilərsə, yeni all time high'lar gələcək. Ata bilməsə ilkin dəstək səviyyəmiz 420 bölgələrdir. Hansı ki, burada şaquli dəstəyimiz də var. Baxın, bu səviyyələrdən yenidən Tesla üçün alıcı olaram mən. Texniki baxımdan. Hatta bunu da qırmızı ilə göstərək. Yəni, bu səviyyələr Tesla üçün yaxşı səviyyələr hesab olunur. AMD qrafikinə baxaq. AMD grafikində görürük. Demək, bizim ilkin dəstək səviyyəmiz AMD üçün burada baxacağımız 187 səviyyələri olacaq. İlkin dəstək səviyyəmiz 187 səviyyələridir. İlkin rezidans səviyyəmiz isə keçmiş all time high səviyyələri olacaq. Hətta burada qutucuq daha yaxşı iş görəcək bizim üçün. Baxın, bu hissə. Bu hissə bizim rezidans səviyyəmizdir. Hal-hazırda burada özü üçün kiçik dəstək tapıb, ona da baxaq. Baxın, bu hissələri hələ ki dəstək olaraq işlədə bilər. Bir də Bollinger bandlarına baxmaq istəyirəm. Burada görürsünüz 100 günlük EMA-lar. Bu 100 günlük EMA-nın hələ ki üstündədir. 100 günlük EMA qırılmadığı müddətcə heç bir problem yoxdur. Tutulmağa davam edilə bilər. Daha sonra SOFA səhminə baxmaq istəyirəm. Demək, SOFA üçün ilkin rezidans səviyyəmiz 30 səviyyəsi rezidans səviyyəmiz olacaq bizim. Dəstək səviyyəmiz isə keçmiş səviyyələr. 24 bölgəsi isə dəstək səviyyəmiz olacaq. SOFA-da görüntü mənfidir, çünki burada düşən trend görürük biz. Düşən trendin üstünə atmadığı müddətcə SOFA-da alıcı olmayacaq. Hələlik bu qədər. Növbəti videolarda yeni səhmlər əlavə edəcəm. Başlanğıc olaraq texniki analizdə bu səhmləri göstərmək istəyirəm sizə.